Ben sizə sənətçi və sənətkar hərfi cümlə olaraq mənasını deyirəm. Görək bu mənaya görə kim sənətkardır, kim sənətkar deyil. Sənətkar düşünən, ideya verib bir şeyi yaradan deməkdir. Və özünlə bərabər kimisə arxasıncan gətirən, öyrədən deməkdir. Sənətçi. Öyrədən, bax. Öyrədən. Sənətçi o işə, o peşənin sahibinə deyərlər. Sənət, bəli. Bir sənətçi isə yaranan bir işə, peşəyə sahib olana deyərlər. Bunu mənə bir sənətkar atıb. Və mən ondan veriliş əsnasında çox danışıram, çox məsləhət alıram. Və onun mənə atdığı bu cümləyə görə Üzeyir Mehdizadə yeni bir stil yaradıb. Çoxlu onun davamçıları var. Bildiğin Üzeyir yolu yaradıb, Mehdizadə amma yolu yaradıb. Piano ifa eləyir. Bugün Azərbaycanda çoxlarının studiyada bilmədiyi səs texnikalarını, adamın studiyasını bilir. Gözəl yox, mükəmməl bilir və bundan dərs deyər. Gözəl fortepiano ifa eləyir.